baxmayın. Bir neçə dərsdən sonra çox adam deyir, əş müəllim atır da videonu. Bax, belə işlər. Getdik. Müstəsna ingilis dilində nə deməkdir? Aleykum salam hər kəsə. Müstəsna exceptional. Exceptional sifətdir. Bəs bunun isim formasını necə yazaq? İstisna. Necə deyim? Bəli, exception-ı. Deyəcəm, Nərgiz xanım, hara tələsirsiniz? Onu da deyəcəm, səbirli olaq. Okey, bəs exceptionally, bunu necə deyək? Exceptional, görürsünüz deyirəm. Yəni, exceptionally nə deməkdir? Sorry. Bəli, müstəsna olaraq ya da müstəsna şəkildə. İtəsi, əldən çıxası, təhlükədə olan, risk altında, at stake, söz. Dəstəkləmək, müdafiə eləmək, vəkillik eləmək. Advocate, advokat sözü də buradan gəlir. Advocate, advokat deməkdir, vəkil. Evet. Təməl, ilkin, əsas, basic. Qəşəng sözdür, çox yerdə qabağımıza çıxar. Rudimentary. İlkin də hardasa başlanğıc o anlamda deyə bilərsiniz. Bəli. Grant eləmək. Grant. Pul alırlar. Bax, orada niyə grant verirlər? Çünki razılaşır verməyə. İnandığı üçün. Bəli. To some extent. To some extent. İndidən kimlər 8 nəfər? Kimlər ki, könüllü şəkildə bir sual, bir nəfər. İzah eləmək istəyirsə, indidən əlin qaldırsın. Bəli, müəyyən dərəcədə, müəyyən şəkildə, nə bilim, indi Azərbaycanda vermək olar fərqli sözlər. Sophisticated. Sophisticated. Bəli, bu insan da olar, bu cansız bir şey də olar, bu ölkə də olar, bu nə bilim, silah da olar. Okay. İdraki, əqli, sifət kimi idrac. Cognitive, düzdür. Məhfumi, fikri. O sözü özüm deyirəm, çünki deyən kimi, bəli. Conceptual. Bunu Azərbaycanca deyəcəm, ağlabatan, məntiqli, münasib, uyğun. Plausible. Ümid edirəm, düz səsləndirdim. Ya da uzağı s səsini verəcək, hər halda baxarıq. Qərar vermək, müəyyən etmək, müəyyənləşdirmək. Bəli, plausible. Amerikanlar plausible deyir. Düz tapışam. Determine, düzdür. Strengthen, gücləndirmək. Fortify da bunun sinonimidir. Captive. Bəli, bu heyvana da deyərsən sifət. Daha doğrusu isim. Bu insana da deyərsən. İndi bu əsirlikdə, qəfəsdə, bağlı bir yerdə. Buna nə deyək? Bəli, in captivity. Hesab etmək, düşünmək. Regard. Qarma-qarışıq, mürəkkəb, aləm dəyib bir-birinə. Bizdə də var, bəli, intricate. Biz deyirik, intriga. O söz, bax, o söz, eyni söz.
pressure ya da pressure. Pressure. Təzyiq. İnandırmaq, razı salmaq, səbəb olmaq. Induce eləmək. Vigor. Yəqin ki, bu da belə oxunacaq. Bu nədir? Vüqar da deyə bilərsiniz. Xoşunuz gəlirsə. Vigor. Bəli. Bəs vigorous o usu əlavə eləyəndə vigorous güclü, qüvvətli, enerjili o anlamda. İştiraç əslində burada olmaq yox, olma deməliydi. Müdaxil olma, əlaqə, iş, bir işə qarışma, involvement. Düz, ağla sığmaz, izahı olmayan, oxşayan bir də var idi. Yəni, görsən yadımıza düşəcək, belə ağlımızdan keçir. Unbelievable hitch. Yəni, bir dənə də var idi. Unimaginable, bəli, aferin, aferin. Unimaginable, unescapable. Bəli, onu istəyirdim. Gərgin, şiddətli. Bax, bu testləri mən vermirəm test eləmək üçün. Yaxşı mı? Test eləmək üçün test vermirəm. Mən bunları verirəm ki, söz bazanızı artırasınız. Intense, düzdür. Və praktik qabiliyyətiniz artsın, bəli. Yox, sifət. Intention olanda isimdir. Intense. Sifət. Unintended. Telefon yağı tutmuşam. Mən uzaqdan tutanda da səsim gəlir. Bəli, düşünülməyən. Düşünülməyən, plansız. Consequence. Consequence. Düzdür. Circuit. Circuit. Burada açmışam ki, bayaqdan siz bayaq buradan oxuyurmuşsunuz. Heç cür nəsə deyirlər. Bəli, dövriyə, tur falan filan. Trigger eləmək. Trigger. Dəqiq. İndi mənim ekranımı görmürsünüz siz burada. O ağ, testlər olan hissəni görmürsünüz. Ayşə xanım, elə şeylər səndən çıxar, narahat olma. Mən eyni anda atmışam, amma siz mənim ümumi ekranımı görməlisiniz, həm mənim çatımı görməlisiniz. Yəni, mənim ekranıma girəndə həm mənim çatım görünməlidir, həm də ki, bu testlər görünməlidir. Hə, o yazmaq heç də. Tamamdır, tamam. Okay. Unacceptable. Aydındır, aydındır. O şeyləri Ayşə xanımdan soruşun, kopya çəkmək zat başa salacaq. Unacceptable, unacceptable. Bəli, qəbul edilməz, qəbul olunmaz. Depend on. Əgər mümkünsə sinonimlərində verin. Depend on. Bəli, güvənmək mənası. Rely on. Var yenə. Count on, trust in. Düz. Sonraki benim müəllimlərimdir. Justify. Believe in, inanmaq. O başqa şey. O, yəni etiqad anlamında bir şeye inanmaq.
Bəli, justify, bəraət qazanmaq, haqq qazandırmaq, haqlı bulmaq. Justifiable. Da bir iki sözü qaralamışam, işləyəsən çıxartmamışam onları. Gözümə dəymədi. Silmək yarımdan çıxır. Olan işte. Justifiable, onun çıxartmışam da. Hə. Üzüllü, haqlı, səbəbli. Reveal eləmək. Reveal eləmək. Yəni ifşa etmək, üstünü açmaq, bəli. Decipher. Türklər buna deşifre deyir, deşifre eləmək. Decipher. Bəli. Consolidate. G hərfi artıq gedir. Consolidate. Da. Əlavə, bizdə də var, əslində əlavə nəmləyinizi gücləndirsən. Evet. Katkı yapıyorsun türklər demiş. Və assemble biri qaldı. Yumuşaq nədir kişi? Yığışmaq, yumuşaq yazmışam. Yığışmaq, yığmaq yazmalıydım. Nəysə özüm də bilmirəm burada nə yazmışam. Yığışmaq, bəli, yığışmaq, toplaşmaq, o alan. Random. Azərbaycan dilini kəşf eləmişim. Random, bunda deyək, random da. Всё. Qəşəng. İndi arkadaşlar, keçmiş zamanlarda olduğu kimi eramızdan əvvələ qayıdırıq. Həmişəki kimi əlin, aha, bir nəfər qaldı. Aha. Aytan xanım, selamun aleyküm. Как дела? Nasılsın? Очень хорошо. Спасибо, не за что, потому что так. Что, buyur. Sağolunuz, xeyir müəllim. Yaxşıyam, siz necəsiniz? Hello, привет. Yes, no. Ancaq yes, no bilirəm. Başqa heç də bilmirəm. Tərcümə eləmək istəyirsən, yoxsa birbaşa suallara keçək? Əslində özüm üçün eləmişəm mənim tərcümə. Aha. Yəni eləyə də bilərəm, nə bilim. Məndə başqa işlər qaldır. Necə istəyirsən elə. Yəni məndə bir dənə sual, daha doğrusu bir sualım var, bir dənə də sual altında olan bir şey var. Tamam, gəl belə eləyək. Hardadırsa sualın, onu tərcümə Mətnlə bağlıdır. Mətnlədir, okey. O sualı oxuyarsan başdan axıra qədər, bütün variantlar, hamısını bir-bir tərcümə deyəndə fikri anlatasın da, tərcümə anlamında deyil. Tamam. Ondan sonra mətn o sual mətnin harasındadırsa, gəlsən o hissəni də çıxardırsan və birlikdə cavabı tapırıq. Neçənci sual? 4-4-4-ə baxaq. Başdan başlayaraq qara rəngdən 4 yazılan yerdən başda axıra qədər bir oxu görün burada nə demək. According to the passage, yəni mətnə əsasən human exceptionalism is based on. Burada müəllim mən D-lə Y-nin arasında. Bir dənə dayana bacı hara qaçdı? Oxuyum bütün hamısını dedik. Exceptionalism nə deməkdir bu? Hə, bir dəqiqə müəllim. İnsan nəyi? Necə? Burada nə deyir? Human exceptionalism deyəndə nə başa düşür? Yəni insan mən exceptionalism burada müstəsnalıq kimi çıxır da. Yəni mən burada nə başa düşməliyəm? Oxucularımıza, dəyərli izləyicilərimizə nə demək istəyirsiniz burada? İnsanın fərqliliyi kimi, yəni yəni əsas insandır və yaxud bəli. Falan şey ancaq insandadır. Yəni müstəsna orada insandır, şuurdur, danışıqdır, nə bilim nədir falan. Bu ancaq insana məxsusdur. Yəni insan burada istisnadır. Qalanlarda deyil. Anlatabildim mi? Bunu demək. Bəli. Bu da deyil is based on. Əsaslanır. Nə əsaslanır? Bir variantları oxuyaq, anlayaq, sonra keçək mətndə tapaq. Tamam. Evidence that APs are able, have the ability to learn a human language. Yəni deyir, burada mənim APs meymunlar kimi çıxır, elə tərcümə. Yəni sən şimpanzedir, səhv eləmirəm. Hə. Yəni onların insan dilini öyrənmək qabiliyyəti olduğunun o sübutuna əsaslanır da, yəni belə bir. Hə. Yəni gəl belə eləyək. Tərcümə ilə eləyəndə görsən, yəni mən yazılı tərcümə sanki sənə diplom işi verirlər ki, bunu tərcümə elə ver. Ya burada sən fikir çıxartmalısan. Yəni bir şey başa düşmək, fikir çıxardaq. Yəni fikir budur ki,
Həmin Hə, bu insan müstəsnalığı, belə deyək, bu meymunların insan dilini öyrənmək qabiliyyətinə malik olduğuna aid bir sübuta əsaslanır. tamam, yenə Avariyasiya tərcümə bunun. elədim. Yəni demək istəyir ki, insanda olan ancaq bu insandadır da bu qabiliyyət, düzdür? Bəli, Bunun üçün bir dəlil var, bir sübut var. Bu sübuta görə biz belə deyirik. Bəs o bəli. sübut nədir? O sübut da odur ki, meymunlar ya da şimpanzelerin insan dilini öğrenme qabiliyyəti var. Yəni meymunlar insan dilini öyrənə bilir. Bax, sübut Bilir. budur. Sübut budur, bəli. Hə. Hı -hı. Güya bu sübutdan irəli gəlib deyirlər ki, ha, deməli insan müstəsnadır. Hı -hı. İndi bunu heç mətn oxumağa ehtiyac olmur. Bu məntiqli cavabdır yoxsa? Xeyr, təbii ki. Yəni bunu heç dünya görüşü də olmasın. Yəni bu iki cümlə bir-birinə heç əlaqəsi yox. Bəli, düzdür. B-ni oxuyaq. B-də the fact that apes are able to think just like humans do. Yəni meymunların da insanlar kimi düşünə bilməsinə əsaslanır. Bəli, Bu yenə faktda eyni əsaslanır. şeydir. Yenə eyni şeydir. Bəli, Birində bu da danışır, olabilir. birində. Yəni əsaslanır sözündən çox istifadə eləmək istəmirəm. Bir dənə fakta görə deyirlər ki, insan müstəsna. O fakt nədir? Meymunlar Meymunlar da insan kimi insanlar kimi düşünə bilər. düşünə bilir. Yəni meymunlar insanlar kimi düşünə bildiyi üçün insan fərqlidir. Nə əlaqəsi var? Onda bunlar oxşardır. Hı Bu -hı. fərqlilik yoxdur burada. A-da da B-də də eyni şeyi deyir. Bəli. Sonra C-də the Bilirsən, assumption that məntiqi çıxartmaq lazım. Bax, yenə deyirəm. Bəzi müəllimlər tərcümə eləyir. İndi yeni qoşulanlar var deyə mən bunu deyirəm ha. Yəni köhnələr bilir ki, tərcümə tərəfdarı deyiləm. Ona görə fikri çıxartmaq, məntiqi çıxartmaq lazımdır buradan. Sözdən söz çıxartmaq lazımdır. Bunu xanımlarımız daha yaxşı bilir. bəli. Qadınlar arası deyirəm, yəni yanlış anlamasınlar. Hı -hı. Cavab. The assumption that animal behavior is closely connected to their thoughts. Yəni deyir, heyvanların davranışlarının onların düşüncələri ilə bağlı olması ilə bağlı bir fərziyyəyə görə yəni bu Okay. əsaslanır. Bax, iki şey deyəcəm. Biri sənin dediyini, biri də ki, başqa xətt çəkdiklərimi demək istəyirəm. Yadımdan çıxmasın deyə xətt çəkirəm. Yenə demək olar eyni şey deyil. Yəni bir gümana, bir fəziyyə, bir nəzəriyyəyə əsaslanır və yaxud ortada bir nəzəriyyə var. B-də deyir ki, ortada bir fakt var. A-da deyir ki, ortada bir sübut var. D-də deyir ortada bir ideya var. Y-də də deyir ortada bir yanaşma var. Tamam mı? İndi C-yə gələk. Bir fərziyyəyə görə bu fərziyyə nədir? Nədən ibarətdir? Heyvan davranışı, yəni bir heyvanın davranışı yaxından əlaqəlidir. Nə ilə? Onların, yəni heyvanların düşüncələri ilə. Yəni heyvanlar da düşünə bilir, düşündüyünə görə ya da düşündüyünə uyğun şəkildə davrana bilir. Bax, fikir budur. Buradan çıxartmaq məsələsi. Bunu demək istəyirəm. İndi heyvanlar düşünə bilirsə, heyvanlar danışa bilirsə, Onda ya da insanın düşündüyü kimi fərqliliyi davrana alır. bilirsə, bunun insanın fərqli olmasında nə əlaqəsi var? Tamam mı? Sonra D variantında an idea that there is a strong link between language and thought. Yəni dillə Bəli. təfəkkür arasında güclü bir əlaqənin olması fikri, bir ideyası. hə. İndi burada üzrəm and thought bitişibdir. Hə. Bu variant insana aidmiş. Heyvana falan ait değil. Yani bir ideya var. Bu ideyaya görə bir fikirdir də. İdeya nədir? Fikir. Buna görə deyirlər ki, hə, insan müstəsnadır. Bu ideya nədir? Yəni bizim düşüncəmizlə thought deyir. Dilimiz arasında bir əlaqə var. Yəni düşündüyümüzü deyə bilirik, dediyimizi düşünürük. Hər nəysə də əlaqə var. Yəni bu da insanda olduğu üçün nə olur? Exceptionalism olur. Yəni müstəsnalıq olur. Yəni cavab budur. Bəli. O birisini də oxu. Y-də a behaviorist approach to language learning. Yəni dilin öyrənməsinə behaviorist, yəni behaviorizmdə Bilmirəm Gardner'dir, bilmirəm Hə. kimdir, Piaget'dir, hər kimdirsə, bilmirəm. onun siz yanaşması, bəli. Bunun belə bir yanaşması var. Bu yanaşma da nəyə yanaşır? Yəni nəyə olan yanaşmadır? Nəzəriyyədir. Language learning-ə, dilin öyrənilməsinə.
Həmin bu yanaşmaya əsaslanır ya da bu yanaşmaya görə deyirlər ki, insan müstəsnadır, yəni insan dili öyrənə bilər. İndi gəl, imini bunu Mən də ilə mətndə yeni qarışdırdığımı deyim də, o cümlə hə, mətndə var. onu demək istəyirəm. Gəl Hə. E variantını tapaq, çünki D-ni mətni oxumadan ortaya çıxartmaq olur. E variantını mətndə tapaq, görək iminli buna görəmi insan müstəsnadır, yoxsa yox? Bu mənim Harda? at sözündən sonra var ya, arguments for human. Aha. Bax oradan başlayır. Argumentlər, yəni fikirlər, fərziyyələr, nəzəriyyələr. Necə? Məsələn, Cartesian var, Wittgenstein nə var, behaviorist var. Bunlar nə deyir? Bildirirlər ki, dil və düşüncə bir-birindən yaxından əlaqəlidir. Dil və düşüncədən danışır. Heyvanlarda isə belə bir şey yoxdur. B variantındakı cümlə deyil ki. Behavior state yazılıb. Nəsə ora elə bir ki, mənim fikrimdə Nə şeylərdir. olsun ki, bəs başımızı elə alladırlar da. Buna da distractor deyirlər, də məsələn, IELTS-da. Yəni imeni bu cümlə orada yoxdur, bəli. Yox, Amma D var. behaviorism ya da behaviorist sözünün olması o demək deyil ki, cavab bu. Behaviorist olan hissədə deyir ki, thoughtla language. Burada elə yazmışdı da. Bəli. Bəli. Thoughtla language arasında nə var? Əgər bunlar closely associateddirsə, association bu nədir? Link demək. Demək, значит, cavab da budur. Amma Y-də elə şeydir, Y-də ümumiyyətcə dil öyrənməkdən danışır. Heç əlaqəsi yox. Hala deyil. Elədir müəllim, başa düşdüm. Eşq olsun. Var mı başqa sual? Xeyr müəllim, bu qədər. Qalanlar düz. Tamam. Eşq olsun. Sağ olun. Vətən sağ olsun. Ey Vüsale xanım, selamun aleyküm, nasılsınız? Salam müəllim, yaxşı olasınız, siz necəsiniz? Eşq olsun, həmişə yaxşı olun. Buyurun. Deməli, Leksik sualların ekspertisiniz də, bunu bilirsiniz. 3'ü mən səhv yazmışam. Başlayaq yuxarıdan bir, bax tərcümə eləmir ya, mən elədiyim kimi fikri aça gəlirsiniz. Buyurun. Okay. Çalışacağım açım. According to the passage, the issue of animal language is significant because deməli mətnə əsasən heyvan dili nəyə görə mühümdür? İndi bunu araşdırırıq. Bəli, yəni heyvan dilinin ya da heyvanların dilinin bizə niyə vacib olduğunu açıqlayır. Bəli. Aha. Deməli, burada A variantında it has just started to emerge in various debates. Bu müxtəlif danışıqlarda, yəni debatlarda Bir dənə üzr istəyirəm, issue nə deməkdir? Yəni issue çox mənası. Aysa, yəni bu məsələ başlayıb harda ortalığa çıxmağa? Debatlarda, müzakirələrdə. Aysa, fərqli mübahisə, müzakirələrdə, amma nə vaxt çıxıb? İndi təzəlikcə. Təzəcə çıxıb. Halbuki bu təzə tema deyil. Çoxdandan var, düzdür? Yes. Özə birinci cümlədə yazmışdı. Aha. Deməli bu mənasız getdi. Yes, mən də elə mənasızı yazmışam. Təbii ki, edirəm. Sağ olun. Deməli, ikincidə it can determine the self-image of human beings as a species. Bu, deməli, insanların bir növ olaraq müəyyən eləyir. The self-image burada... Cümlə biraz mənasızdır əslində. Prost, yəni burada demək istəyir, insana da heyvan deyir də, yəni belə dırnaq arası deyək. Burada sadəcə demək istəyir ki, yəni bu əslində nəyi müəyyənləşdirir? İnsanın da bir məxluq olduğunu da, belə bir şey. İnsan zaten məxluqdur, yəni heyvandır. Bunun dediyinə çıxır, yəni bir növdür, species. Prost burada başqa bir şey deyil. Determine the self-image of human beings. Burada önemli olan söz self-image. Yani bu dil var ha, bu dil. Yani demək istəyir ki, determine the self-image, yani insanın bir şəklini.
özünü olmalı. müəyyənləşdirir. Yəni insanı insan kimi göstərən əslində nədir? Şey də var, məsələn, Dili. language. Yes. Bəli, Dili. language. Bəli, Mhm. aferin. Bu məntiqlidir. Hə, Yəni, mən evet. bunu başa düşməmişdim yəqin ki. Yəqin yox, başa düşməmişdim self-image Olan işte. sözünə görə. Sonra it has been Tamam, proven ya. that animals can understand human language. Bu sübut olunub ki, heyvanlar insan dilini anlayır. Aha, belə bir şey var idi. Mətndə tam olaraq yoxdur belə bir şey. Əslində Orada yəni eyflərlə bağlı şey hə, bir də aparıblar. biz heyvanlara o refleks, mefleks belə bir şey bizdə o vaxt şeydə məktəbdə keçəndə yadıma gəlir, kişinin adı yadımdan çıxıb, Rus alimi var idi. O itə yoxsa nə bilim nəyə də öyrəşdir. Aha. Şərti refleks deyə bir anlayış var. Elə eləyən məsələn piş deyəndə pişik bilir ki, sən bunu çağırsan, yemək verəsən, nə bilim Hə. qoyuna düzürsən eləyəndə elə bir ki ot verəsən nəsə. Elə yəni bir iki şeyi bəlkə o yadında saxla. O Amma mənada. bizi başa düşsün, yoxsa anlasın, o sübut olunmuyor. Bu elə bir şey yox idi mətndə. Hmm. Sonra Yenə də baxarıq mətnə. Problem deyil. Davam eləyək. human beings self-image is strengthened when animals understand their language. Aha. Human beings yəni insanların bu şəkli gücləndirir when bu animals. özünə xas olan bu imici ki, Aha. insan olduğumuz daha da qətiyyətli şəkildə ya da bu məsələ daha da vurğulanır ya da ki, bax ancaq bu insana məxsus, yəni gücləndirilir o anlamda demək istəyir. Aha ki Nə heyvanlar zaman? dilini başa düşür. Bəli. Güya heyvanlar bizi başa düşəndə insanın özünə xas, yəni mənim insan olduğum daha da Daha da aydınlaşır. güclənir, aydın. Heyvan məni başa düşürsə, day mənim ondan fərqim nə oldu ki? Elə deyil. Elə C ilə D eyni şeydir demək olar. Hə. Y variantı. There is strong evidence against animals' ability to have thoughts. Güclü bir sübut var ki, there is strong evidence. Bəli. Heyvanların insanla başa düşmə elə bir ki qabiliyyətinin olmamağına görə güclü bir Olmamaq hardan sübut var. Against animals' ability. There is Yəni strong against o şey mənada deyil. Yəni güclü deyil, şey var da, sübut var. evidence var, Against nə sübut var. deməkdir? Yəni ki, demək istəyir ki, məsələn, bəzilər burada nə deyir? Deyir ki, heyvanların düşüncə qabiliyyəti yoxdur. Bu Hə, da başa ona düşdüm. qarşı Onun demək əksi istəyir ki, olaraq. yəni var da güclü sübut var. Yəni əslində Sübut var. C-nin bir forması da Y-dir. C-də deyir sübut Yes. olunur, amma Aha. insanı anlamaqla sübut olunur. Y-də deyir ki, heyvanlar düşünə bilir. Bunun güclü sübutu var, güclü dəlili var deyir. Hmm. Amma mən Belə mətndə elə bir şey oxumamışam. İndi bu da sizin qaldığınız variantlar. Bu da B məntiqlidir. C ilə qala bilərsiniz, Y ilə qala bilərsiniz. Siz gəlin ona bir mətndən bir dənə baxaq. Görə həqiqətən sübut oldu mu, yoxsa yox. Burada da Özü mən ape belə language var bir dənə ki, Hə. eksperiment olub nəyisə sübut eləməyə çalışırlar. Şu. Yəni əgər deyir bu second conditional bu da boş yerə verməyib. Bu cümlədə var. Altından xətt. 1970-in altında. Əgər ape'lər dili öyrənə bilsəydi deyir, значит öyrənə bilmir. Çünki could learn pasta vermək second condition indi və gələcək üçün nədir? Unreal bir şeydir. O zaman deyir insan istisnalığı, yəni insan qəbul eləyərdi ki, hə, onların nəyi var? Düşüncələri. Düşüncələr var. Deməli, heyvanlar, yəni ape'lər dili öyrənə bilmir. Buradan da belə bir nəticə gəlir ki, heyvanların düşüncələri yoxdur. Yəni bizimkilər, yəni insan əlaqələndirir ki, bu düşüncəsi olsaydı danışa bilərdi. Danışa bilirsə deməli düşüncəsi var. Danışa bilmədiyi üçün deyir ki, yəni düşünə bilmir. Məntiqdən bura gəlir. Nəsə, second condition burada çox şey deyir bizə. Başqa da belə baxmaq istəyirəm ki, yəni bir sübut tapsın. Sübut sözü ola bilər bu da. Mən o dediklərimizin sübutuna baxmaq istəyirəm. Görürəm ki, ola bilər deyir, müəyyən linguistic skill, hardasa müəyyən dərəcədə şey eləyiblər. Genişləndiriblər, inkişaf elətdir. Sonra highly sophisticated communicative behavior göstərən araşdırmalar var falan filan. Amma yenə də bu sahələrdə nə var? Çətinliklər var. Sonra deyir, araşdırıla bilər. Yəni qeyri-adi bir şey yox. Həqiqətən güclü sübut olduğunu falan filan burada heç nə
göstərmir. Hmm. Mənim şəxsi öz fikrimdir. Mənim öz fikrimdir. Mənə görə heyvanlar bizi bəzən başa düşə bilər. Mənim öz şəxsi fikrimdir. Çünki heyvanların da ruhu var. Başa düşür Sabah- müəllim, mövzudan kənar Hə. mənim pişiyim var. Məsələn, elə dağıldı Yəni, ki, ona demək istəyirəm. ona görə Yəni, sabah deyəməzdim mən düşünməz. ölsəm, ikinci həyata gəlsəm, ki, bu Re- da Reinkarnasiya. mən it kimi də gələ bilərəm, pişik kimi də gələ bilərəm, insan kimi də gələ bilərəm, fərq eləmir. Davam Hmm. eləyək. Bir də müəllim, nədir məndə? 6-da B ilə D arasında qalmışdım. B düz Ümid çıxdı. eləyirəm, ümidim eləmirəm vəbşi. Gerçəkdən ümidim diyalog deyil. Dialoqda. B ilə nəyin arasında qalmışdınız? B ilə D-nin arasında qalmışdım. Amma B çıxdı. Tamam, baxaq. Siz oxuyursunuz, mən oxuyum. Oxuyum mən, problem deyil. Oxuyun. In my humanities course this week, we are learning about common American hobbies. Bu humanitar və sosial yəqin elmlərdir Əslində bu bu. Kursda sən üzrə, aha, bu həftə bizim ümumilikdə Amerikan hobilər haqqında öyrənirik. One such öyrənirdik. öyrənirdik. Aha. One such Öyrənirdik. hobby is coin collecting. Onlardan biri bu coin toplamaq Qəpik idi. toplamaq. Qəpik Gərək toplamaq. hobbidə, bu da bir Aha. hobbi. Tamam. That sounds strange and uncommon. Bu yəni qəribə səslənir və yəni uncommondur da, yəni ümumi deyil. Why should someone have a hobby such as coin collecting? Kimin olsun belə bir hobisi olsun da qəpik toplamaq Hə də yəni lazımdır o mənada. Əli deyir ki, bu mövzunu öyrənsin. Vəli də deyir ki, kimin nəyinə lazımdır? Hı Nə hı. hobbi kimin nəyinə lazım? Getsin qəpik yığsın. Aha. Sonra Aha. well, it's true that coins represent changes in trade as well as international relations. Deməli həqiqətdir ki, yəni ki coins qəpiklər müxtəlif Bəli, ticari ticarətdə, beynəlxalq dəyişikliyi, əlaqələrdə olduğu beynəlxalq kimi. əlaqələrdə onu göstərir də. Məsələn, pul kimi istifadə Aha. olunması okeydir, amma However, it still seems like a strange hobby. Yenə də bu mənim üçün qəribə bir hobbi kimi səslənir. hobbi. Yəni mənim üçün hobbiyə oxşamır. Mənə görə bu hobbi olmasa daha yaxşı. Hı. Belə bir şey demək istəyirəm. İndi Ə, siz nə götürmüşdünüz? D-dən başlayaq. B ilə D arasında qalmışdım. Aha. Deməli D-dən başlayaq. The reasons behind our hobbies are sometimes unexplainable. Bəzən bizim bu hobilər bizim bu elə bil hobbilərimizin arxasında izah edilə bilməyən səbəblər olur. İzah edə bilməyəcəyimiz səbəblər olur. I do know that people appreciate money so that could be why. So that could Yəni be burada why. could be why demək istəyəndə, yəni it could be. Yəni söhbət Aha. kolleksiyanın hobbi olmasından gedir. Yəni Hı. ola bilər də, yəni niyə olduğu ola bilər, belə deyək. Yəni Əsl insanlar mənasız bir cümlədir. money-ni çox qiymətləndirirlər də, yəni çox istəyirlər, belə deyək. So that could be why. That's why. Ona görə belə ola bilər. Mən də öz variantım olaraq deyim. Deməli, burada mən niyə bunun arasında qalmışdım? Burada trade sözü. Hə? Yox. Trade sözü var idi burada. Mən də fikirləşdim ki, trade ticari, ona görə deyəni də düşündüm. Yəni siz həmişə olduğu kimi özündən sonraki cümləyə baxırsınız. Özündən əvvəlki cümləni qoyursunuz kənara. Müəllim, axı yox, baxıram hamısına. Prosta ki, bu özündən öncəki cümlədə mən elə bir açar söz görmədim. Ona görə deyirəm. Açar söz var axı, bax özündən əvvəlki cümlədə deyir ki, niyə bu üzr istəyirəm axmaq səy hobbini insanda qəpik yığmaq hobbi kimi başa düşsün. Yəni hobbi kimi nə bilim qəbul eləsin. Bunun cavabı yəni belə ola bilər. Bu hobbilərin, bax bizim hobbilərimiz, özü bizim deyil, bizim hobbilərimizin arxasındakı səbəblər bəzən izahı yox. Müəllim, ola bilər də, mənə görə val ola bilər. Deyir, niyə görə? Amma bizim hobbilərdən danışmır da, bu indi düzdür, Amerikanlardan danışmır, neysə. Sonra deyir ki, mən bilirəm deyir, I do know, mesela bir feilin qabağını do-dan, did-dən, does-dan verəndə bu vurğu vurmaq üçün. Deyir, mən həqiqətən də bilirəm ki, insanlar pulu neyniyir? Sevir. Sevir. Bu da səbəb ola bilər. Bax, burada da tamam başqa şeydir. Yəni, insanların pulu sevməyi bizim hobbimizin səbəbi ola bilər. Qəpik yığmağın səbəbi pulu sevmək deyildir ki.
İnsan onu pul kimi yığmır ki. Hə, düzdür. Kolleksiya olsun deyə yığır. Deməli burada çorladılar. Birinci cümlə uyğun olsa, ikincidə çorladı Hə, işte. birinci uyğundur da. Hə, bir ikinci heç bilməmişəm. İncələ B-yə baxaq. B-də uyğun gəlir amma. Hə. Some would argue that coin Mən collecting is tələsməyin, related. qoy mən bu birisini oxuyum, sonra siz onu rahat deyin ki, fikir itməsin də. Yaxşı. Deyir, niyə bəzilərinə ya da kimə görəsə bu qəpi yığmaq hobi olsun da, bu axmaq kimi nə ilə lazımdır? İndi davam edin. Aha. Some would argue that coin collecting is related to history and economics. Bəziləri mübahisə edir ki, bu qəpik toplama historiya, tarix və iqtisadiyyat ilə əlaqəlidir. Yəni, Therefore, Hə, this deyil, hobby pardon. covers a wide range of interests. Və belə və bu hobbi müxtəlif kapsamlı deyək də, hə, maraqları cəlb eləyir. Yəni çox dərinə girməsəz də olur. Əsas fikir. Yəni səbəbi budur da hobbinin. Müxtəlif Tamam. maraqları. Adam demək Dəmlə. istəyir ki, burada argue-nu hərfiyyə tərcümə eləməyə ehtiyac yoxdur. Çünki Vəli burada deyir ki, bu səy bu kolleksiya qəpi yığmaq kimi nə ilə lazım? Bu da some would argue that bunu deməklə demək istəyir ki, amma sən elə deyirsən. Başqaları sənə qarşı arqument olaraq deyə bilər ki, mən bu qəpi yığmaqla əslində tarixlə maraqlanıram, iqtisadiyyatla maraqlanıram. Və burada fərqli, böyük sayda, çoxlu sayda, çeşit nə ola bilər? Maraq ola bilər. Maraqlar. Bildinmi? Bundan dolayı kimlərəsə bu qəpi yığmaq nədir? Mənalı ya da maraqlı gələ bilər. Bax, bunu çıxartmaq lazım. Next. 8. 8 biraz çətin idi. 8-ci test. Baxaq görək nədir bu 8. 6 elə yazmısınız müəllim. 2 dənə 6 yazmısınız. Onun biri 8-dir. Oy. Bax, birinci 6-ya baxın. Ulan işte, əllə yazılan şeylərdə həmişə bu olur. Yəni 7. Düzdür? Yox. Bu yox. Elə o bayaqki idi məndəki səhv. Elə belə 18 götürmüşəm. 8 dediniz də, ona görə deyim. İkinci 6-ya baxmaq Hə, ikinci 6-nı sən 8 götürmüşəm. Niyə? Çünki 7-ni yazmışam, sonra aşağı. Mənsə bunu 7 eləyim, o birisini 8 eləyim. Yəni 7-yə baxırıq, mənim 7-mə. Paragraf, belə deyim. Gəlin birinci siz oxuyun. Sleep is a period of intense Bir dənə üzr istəyirəm. Arkadaşlar, yeni bəlkə qoşulanlar var içimizdə, ümumi deyirəm. Kimlərəsə naxoş gələ bilər, amma sizə əsas bunlar lazım. Qrammatika 17 dənə olacaq. Qrammatika normalda bundan sonra elə gözləyirəm, yenə sadə olacaq. Amma əsas bunlar. Ona görə gücünüzü buna verəsiniz. Qulaq asmaq məcburiyyətindəsiniz. Mən şəxsən hansı metod və hansı şəkildə yanaşıramsa, siz də ona öyrəşməyə çalışın, o şəkildə yanaşın. Bir də bacardığınız qədər, bilmədiniz nə qədər söz var, çıxardır. Yəni bunları mən söz çıxartmaq üçün, praktik eləmək üçün verirəm. Testi gül kimi yazım, səhvim çıxmasın, burum gəlim, ona görə vermirəm. Buyurun, üzr istəyirəm. Deməli, sleep is a period of intense neurological activity, especially when we have dreams. Deməli, bu yuxu, nevroloji gedir də bu. Nevroloji bir aktivite. Yəni sinirlə əlaqə olan nədir? Fəaliyyət. Fəaliyyətdir ki, hansı ki when we have dreams. Davamlı olan bir fəaliyyət. Yatanda. When we have dreams, yəni yuxuda olanda da, düzdürmü? Xüsusilə biz yuxu görəndə. Yuxu görəndə, Mən burada yazmışdım D variantı. Bu əslində 3 nöqtə qoymalıydım, o da yadımdan çıxıb. Siz nə yazmışdınız? D variantı. Bunu məsələ çətin şeylədim, qavradım. Tamam, davamını oxuyaq. Many researchers think that dreams could be an unintended consequence of these and other underlying neurological process. Deməli, bu araşdırmacıların düşüncəsinə görə dreams could be nədir bu yuxular nəticə nəticəsi ola bilər. Niyyət olunmamış da unintended
Bəli, yəni bu və ya başqa önəmli belə deyək, nevroloji proseslər, yəni sinirlə əlaqəli proseslərin, eləcə də elə bunu deməlisin. Proseslərin yəni düşünülməyən, gözlənilməyən nəticələri Nəticəsi. ola bilər ya da nəticəsində ola bilər ki, biz yuxu Hə. görürük. Deməli, ortada 100% yuxudan danışacaq. Aha, yuxudan danışır. Hı -hı. Sonra Harvard, mən bu sözü dəqiq necə oxuyuram? Psixiatrist oxuyuram mən. Məncə bu psychiatrist oxunmalıdır. Psychiatrist, hə, baxmadım buna, unutmuşam. Psychiatrists propose that as brain circuits become active during the night. Deməli, Harvard psixiatrlarının təklifinə, araşdırmasına görə brain dövr eləyir. Yəni ki, beyin dövr eləyir, Dövr gecə vaxtı elədikcə, aktiv qalır. yəni as brain circuits become active during the, yəni gecə boyu dövr elədikcə ya da Aha, dövriyyələri aktiv qaldıqca, aktiv olduqca nə olur? they trigger sensations, onlar deyir emosiyaları və memory, xatirələri və nələri Sensasiya, emosiya və s. nə edir? trigger eləyir də, Trigger eləyir, yəni təşviq eləyir. təşviq eləyir. Aha, all of which are essentially random. Sürüklüyür, belə deyim. Hansılar, Oyadır. yəni Aha. ki, hərdən bir olan şeydir də, necə gəldi. Hə, bəzən nadirən bəlkə də necə random, yəni necə gəldi bəsində belə. Essentially ola bilər. Aha. Davam eləyək. But our meaning-making brains still assemble all of his underlying activity into a story, often a strange or illogical one. Amma deyir our meaning-making brains. Bizim deyir meaning-making brains. Meaning-making, yəni məna verən, mən belə başa düşdüm. Yəni bir şeyi anlamağa çalışan beynimiz Hələ də arada yığır, deyir. assemble toplayır, all of his underlying. Yəni ki, şuuraltı gedər də bu underlying activity. Bir hekayə kimi, nə kimi ortalama, ya ortaya çıxarmağa çalışır, toplamağa çalışır. Əsasən də necə bir hekayə, qəribə ya da mənasız, Məntiqi denizdə olmayan. yıxıldın, nə bilim nə oldu, qeyri-adi şeylər adam görür də indi. Ortaya bir şey çıxartmağa çalışır, belə deyək. Aha. Okay, siz də D yazmışsınız, təzən bir dənə oxuyum. Nevroloji aktivlikdir, biz əsasən yuxu görəndə, bəziləri də deyir ki, bu filan şeylərin gözlənilməz nəticəsidir. Dreaming has recently been seen as something that opens a window to the working of the mind. Bax, göz, copy-paste'in nəticəsidir bunlar. Hamısı bunu sözlər bir-birinə girir. Bu D variantı şəxsən mənə biraz mənasız gəldi. Yəni, dreaming yuxu görməkdir, yoxsa xəyal eləməkdir, hər nədirsə, iki mənası da var. Təzəlikcə görülüb ki, necə görüblər? Yəni, insanlar bunu necə başa düşüb, onu demək istəyir. Bir pəncərə açır. Ağlın, fikrin işləməsinə, ya da iş yerinə, ya da işləmə qabiliyyətinə açılan bir pəncərədir. Yəni, biz bu yuxu vasitəsilə beynimizin necə işlədiyini anlamış oluruq. Bunu təzə kəşf eləyiblər. Anlamış olsaydıq, boşluqdan sonrakılar elə buna aid eləyərdi də. Burada deyir, lazımsız şeyləri yığır, nəmnələrin nəticəsidir. Burada demir ki, beynin necə işləməsindən ümumiyyətlə heç nə danışmır. Yəni, ümumiyyətlə beynin necə işləməsindən danışmır. Sadəcə yuxunun mahiyyətinə burada izah verməyə çalışır ki, yəni səbəb nədir, yuxu necə formalaşır, beyin orada-burada qalan şeyləri nə bilim, yığır, ortaya bir şey çıxartmağa çalışır. Amma sizin seçdiyiniz variantda ümumiyyətlə beynin, yəni ağlımızın necə işlədiyini anlamaq üçün bir pəncərədir, bir qapıdır. Onu demək istəyir. Heç əlaqəsi yox. Çünki davamında, boşluqdan sonra davamında gələn cümlələr ağlımızın, beynimizin necə çalışdığı ilə bağlı deyil. Razısınız? Razıyam. Eşq olsun. İndi nə dediniz cavab burada çıxıb? Burada variant A-dır cavab. One of its main Okay. functions, onun funksiyalarından biri maybe to allow the brain to Oxuyaq. consolidate and organize our memories. Bizim yaddaşımızı
Consolidate nə idi? Consolidate. Hmm, Bir dənə baxım deyəcəyəm, mənim bir yadımdan çıxıb. Consolidate. Hardaydı o? O biri A şeydə. variant. Yox, Və o deyil. Slavarda şeydə deyəsən yox idi. Gücləndirmək. Gücləndirmək. Hə, Hə, yəni onda onun. beynimizi gücləndirir də. Hə, indi nəyin deyir? Yəqin yuxudan danışır. Ya da yuxu, dreamdən danışır. Dream görməyimizdən danışır. Və yaxud sleepdən danışır. Onu deyək. One of its main functions deyir. Ola bilsin ki, maybe qəbul eləməkdir. Nəyi? Ki, beynimiz də neynəsin? Bəli, bu məntiqlidir. Bax, bu məntiqlidir. Gücləndirsin və organize eləsin. Yəni, sortirovka eləsin. Nəyi? Bizim memorylərimiz. Ondan sonra bu adam dayaca nə deyir? Bir çoxu deyir ki, nə bilim, filan nevroloji proseslərin nəticəsidir. Harvarddaşlar deyir ki, yox. Nə bilim, emotionları, memorylərin, nə bilim, nəyi boşum, onlara trigger eləyir, təşviq eləyir ki, neyini, essential olanlar yığaq ortaya çıxaraq və onlar da bir sonra story'yə çevirir, strange ya da məntiqsiz bəzən bir story'yə çevirə bilir. Bu yenə məntiqli gəlir. Çünki organize eləməyə çalışır, ortaya yığmağa, ortaya çıxartmağa çalışır, ya story kimi, ya nə kimi, belə. Heç amma alaqası yox. Abi. Heç nə müəllim bu qədər. Çox sağ olun. Bunda mən nadir hallarda yox. Nə? 9? Əşrafə deyirəm. 9 yox idi. Bu imенно что bax bunda məndə çox vaxt səhv olur. Nadir hallarda düz olur bu çalışmada. Muhteşem. Düzələcək. Təxminən 3 ayımız var. 3 aya indi hər həftə bundan işləsək düzələcək. Bir dənə sınaqda işləyəsiniz, bir dənə də belə 2 dəfə olacaq həftədə. Olma. 12 həftə, o da vuranda 12, 24 dənə harca 20 neçədən işləyə biləcək inşallah. İnşallah. Müəllim çox sağ olun. Təşəkkür edirəm. Buyurun, siz sağ olun. Ey Gülüçka xanım, selamun aleyküm. Salam, müəllim, axşamınız xeyir. Hər vaxtın xeyir bacı. Nasılsın? Buyur. Müəllim, mən bu 8-ci səhv yazmışam, axırıncımı. Baxaq. İndi düzəltdiyim 8-dən yəqin danışırsan. Bəli. Sən oxuysan, mən oxuyum. Siz oxusanız olar. Yaxşı, seriya baxsan, yoxsa? Mən evdə qonağımız var ona görə. Yaxşı. Deməli, arkadaşlar, essential meaningdir. Buna paraphrase də deyirlər. Bu da söhbət nədən gedir? Verilən cümləyə yaxın, yəni eyni fikrə yaxın fikri tapmaqdan gedir. Əgər, if the benefits, faydaları, nəyin of zoos, zooparkların, heyvanxanaların faydalar are negligible. Negligible nə deməkdir? Əslində, laqeyd deməkdir. Nə bilim, laqeyd nədir? Hər nəsə, onlar. Laqeyd olsaydı, bilmirəm. Yəni, yəqin ki, buna qarşı biz laqeyd olsaydıq, belə demək istəyir. Animal. Yəni, əhəmiyyətsiz deyilmiş sözün mənə. Hə, elə bir şey. Əslən, negligent insan, negligible, yəni, qarşı tərəfə deyirik də, cansız azada, neysə. Animal advocates content. Content nədir? Bacı, content olmalı. Mübahisə eləmək. Ne eləmək? Mübahisə eləmək. Mübahisə olsun. Yəni, mən bunu contentlə qarışdıra bilərdim. Aferin sənə. Bu sözü niyə çıxartmamışam bilmirəm, yarımdan da çıxıb. Mən baxmışam, elə çıxıb. Hə. Okey, olsun. Animal advocates. Bu yəqin advokat deməkdir. Advocate deyəm. Yəni, burada feil kimi yox. İsim kimi işləm. Hə, yəni bu heyvan sevərlər deyək. Heyvanların tərəfində olanlar neyniyər? Hətta neyniyir? Mübahisə eləyir, sən demiş. Dalaşır, mübahisə eləyir, qarşı çıxır. Nəyə qarşı çıxır? Then, keeping, saxlamağa. Nəyi saxlamağa? Cap, wildlife cap, yəni bu qoyunu, nə bilim, pişiyi zadı demir. Çöl heyvanlar, təbiətdə olan heyvanlardan danışır. Onları captivity-də saxlamaq nədir deyir? Cannot be justified. Yəni buna haqq qazandırmaq olmaz. Yəni uzun sözün qısası belə demək istəyir. Yəni deyir, zooparkların
ya da heyvanxanaların faydalarını kənara qoysaq, məsələn deyir, normal. Bunu bir kənara qoyaq. Nə olur deyir? Heyvan sevərlər əslində heyvanların hələ qəfəsdə, nə bilim, zooparkda saxlanmasına nədir? Qarşı çıxır da. Belə başa düşdüm. Yəni buna haqq qazandırmaq olmaz. Onları zooparklarda ya da qəfəsdə saxlamayın. Düz anlattım. Bunu demək istəyir. Bəli. Sən burada nə Mən burada A yazmışdın? yazmışam. Ana yazmışam. A yazmış. Heyvan sevərlərə görə keeping wildlife, yəni bu heyvanları qəfəsdə falan saxlamaq is not justifiable. Even though, hətta baxmayaraq ki, zoos have several benefits. Məntiqlidir. Mən də olsam bəlkə bunu seçərdim, bilmirəm. Yəni heyvansevərlər deyir ki, bu heyvanları gətirib burada saxlamaq nədir? Yəni bağlı yerdə saxlamaq. Buna haqq qazandırmaq olmaq düz deyil. Baxmayaraq ki, onların nəyi var? Faydaları, bir neçə faydası var. Saxlamaq deyir, olmaz. Ola bilər birinci tərəfi biz yaxşı deyə bilmirik. Yenə də baxaq, bir-bir gələcək. Biləcək, tapacaq nə demək. Yəni artıq söz nədir? Despite the proven benefits of zoos, zooların deyir, faydalarının olmasına, yəni nəsə, sübut olmasına baxmayaraq, heyvansevərlər inanır ki, bircə dəqiqə, Burada provedan satıb əslində bu da content deyir. Yəni, A variantında content deyir. Yəni, mübahisə edirlər, onun bir tərəfdən believe, neysə, deyək ki, qoy, okey gəlsin. Heyvansevərlər inanır ki, keeping wildlife is not justifiable. Əslində bacı, A ilə B eyni məna çıxır. Çıxmır? Niyə? Ey Çıxmır. Mustafa xanım. A ilə B eyni şeydir əslində. Deməli biz burada ziddiyyət kimi baxmalı deyilik. Çünki burada ziddiyyət vermir. Deyir ki, yəni bunun nətər deyim bunu? If the benefits of zoos. Yəni bir kənara qoysaq, deyir. Təsəvvür ki, negligible'dır da. Yəni təsəvvür ki, bunun benefitləri yoxdur. Onu demək istəyir. Anlatabildim mi? If veribsə. Təsəvvür ki, bunun benefiti yoxdur. Bunun faydalarını qoyduq kənara. O mənada demək istəyir. Mən elə anlayıram. Çünki burada ziddiyyət yoxdur. O zaman heyvansevərlərə görə heyvanları bağlı yerdə saxlamağın ya da saxlamaq düzgün deyil, buna bəraət qazandırmaq olmaz. Belə başa düşür. Yəni ziddiyyət kimi yox. Yoxsa belə A da B də əslində eyni şeydir. Gələcəyə baxaq. Yenə heyvansevərlər inanır, düşünür ya da mübahisə edir ki, it's not possible. Possible? Hə, eyni şeydir. To justify. Bəraət qazandırmaq mümkün deyil. Yəni bəraət qazandırmaq düzgün deyil. Nə? Bu heyvanlar burada saxlamaq əgər, unless deyir. Ifə okeydir, amma onun əksidir. There are significant benefits to be gained from the zoo. Bəli, zooların deyir, nədir? Zooların benefitləri, vacib benefitləri olmasa, əgər. Bu nə deməkdir? Yuxarıdakının eynisi gəlir. Çünki burada if'i verib və dalınca negligible göstərir. Negligible zaten negativ sözdür. Yəni, demək istəyir ki, buna fikir verməsək, bunu kənara qoysaq, yəni bunu not kimi başa düşək, əgər bunun benefitləri yoxdursa, o zaman bu heyvansevərlər deyir ki, saxlamayın qardaş heyvanları. Mən də razıyam tamamilə. Burada da eyni şeydir. Zaten unless də nə deməkdir? If not deməkdir. Okay? Bu məntiqlidir. D-də nə deyir? Təklif elə. O da təklifdən ümumiyyətlə söhbət getmir. Vəbşə yerli tipli əlaqəsi yoxdur. Burada da depend on nə qədər fayda verir, ondan asılıdır. Heç əlaqəsi yoxdur. Regardless of the benefits, yenə burada ziddiyyətdən danışır. Əlaqəsi yoxdur. Axıra qədər də oxumadım. Elə C variantı məntiqlidir. Xoşum gəldi. Həşər testiydi. Başa düşdüm mənim, sağ olun. Yox, Vətən sağ olsun. sağ olun. Tamam arkadaşlar, hələlik. Leksikdən kimisə sualı varsa desin. Yoxdursa ismin suallarına baxaq. Asan idi, rahat idi, özüm azaltmamışdım. Amma bundan sonra yəni çox yükləməyəcəm. Əsas dediyim kimi, əsas uyğun nə olsa seçəcəm. Model olaraq mega uyğun onları işləyəcəm. Bu asan idi. Və özümə əl vurmadım.
Hem de azdır, çok değil. Buyurun Nazlı Hanım, salam, akşamınız xeyir, necəsiniz? Salam müəllim, axşamınız xeyir. Çox sağ Salam, olun. hər Siz vaxtınız nətərsiniz xeyir. müəllim? Çox sağ olun, çox təşəkkür, yaxşı Çox olasınız. sağ olun. Çox sağ olun. Çox sağ olun. Müəllim, buradan məndən alınan 18-ə baxardıq zəhmət olmasa. Onu heç başa düşəmədim mən. 18, baxaq. Sadə, düzəltmə, mürəkkəb isimlərdə yelik həmişə son hissəyə düşür. Yəni ismi birləşmə də olsa, Aha, yelik son hissəyə düşür. Yelikdən sonra gələn ismin bizə əlaqəsi yoxdur. Tamam. The man next to the door. Bizim ismi birləşməmiz budur. The man next to the door. Harda bitir birləşmə? Door'da bitir. Yəni qapının yanındakı Door. adamın bizdə adam sözündə bitir, amma burada hərfiyyən door'da bitir. O da tək olduğuna görə apostrof S olmağı normaldır. Yəni qapının yanındakı adamın biz deyirik. Bunlar da belə deyir. Editor in chief mürəkkəb isimdir. Fərqi yoxdur. Bu əslində abituriyentlərdə də var. Mother-in-law, father-in-law, yəni bu tipli. Nə olur olsun, fərq eləmir. Yəli ikinci tərəfə getməlidir. Birinci tərəfə yox. Birinci tərəf cəmlənər. Problem deyil. Çünki əsas komponent odur. Onun yəli ilə əlaqəsi yox. Yəli axırdan gələcək. 3 vapşe səhvdir. Bunu həmişə yadda saxlayın. Rəqəm verib. Bu vanın yerinə article da ola. Əsasən van. 1, 2, 3, nəsə də birdən başlayaraq üzü sonsuza qədər bir rəqəm verib. Sonra defis versə, tre işarəsi. Ondan sonra ölçü bildirən bir isim gəlsə, qəti şəkildə bu isim cəmlənmir, qəti şəkildə də yəliyə nə eləmir? Girmir. Tamam mı? Çünki rəqəm, defis, isim bu artıq sifət. Nitq hissəsi olaraq biz burada mürəkkəb sifət düzəltmişik. Sifət ismin funksiyalarını daşımadığı üçün biz onu yiyəlikdə verə bilmərik, nə də cəmləyə bilmərik. Qəti şəkildə bu da S verə bilməz. Bunu necə versəniz düz olardı? Defsi silərdik. 3 dollarlıq demək üçün. 3-ə görə dollar cəmləndi. S-dən də sonra apostrof verə bilərdik. Bu halda düz olardı. 4-dəki kimi. 20 verib, 21-dən böyük olduğu üçün. Onun təyin elədiyi minute sözü cəmlənir. Cəmi S-lə düzələn ismin də yiyəliyi S-dən sonra apostrof olur. 5-dəki kişini hər kəs tanıyır. Alexander the Great. Ad harda bitdi? Alexander the Great. Burada. Ona görə yiyəlikdə ora gələcək, düz gəlir. Yəni Alexander the Great'in nəyi? Armisi. 4 və 5 burada düzdür, bizdən nə istəyir? Yox, 1 də var idi, sorry. 1, 4, 5 burada düzgün variantdır. Anlatabildim mi? Bəli, müəllim, çox sağ olun. Şöyle elə bu? Elə bu qədər. Bəli, müəllim, bəli. Tamam. Çox sağ olun, sağ olun. Siz sağ olun. Siz sağ olun. Ruzicar Hanım, selamun aleyküm. Akşamınız xeyir olsun. Nasılsınız? Buyurun. Salam müəllim, axşamınız xeyir. Siz necə? Salam. Hər vaxtınız xeyir. Çox sağ olun. Çox təşəkkür. Yaxşı olasınız. Müəllim, mənim leksikdən suallarım var idi. Müəllimlər dedi, izah elədi. Onları keçdim. Tamam. Bir dənə 24-cü testdə, əslində 24-cü testi İsmi yazmışam. deyək, sonra qaydaq leksika, problem yox. Aha, yəni leksiki ehtiyac yoxdur. Yəni müəllimlər izah elədi, mən Başa. başa düşdüm. Hə, şeydə izah ediblər, chatda. Yo, elə burada siz mənim səhvlərimi onlarda da sorry, səhvdir. sorry, Yəni, sorry. Elə yəni bir ehtiyac yoxdur bir də. Hə, tamam, Yəni tamam. başa düşdüm. Okay. 24-cü testi əslində yazmışam. İsmin testlərini, yəni səhvim olmayıb. Bir dənə 24-də məndə 3-cü o nədirsə 3 yazıb işarə sual qoymuşam. Nazlı cümlə. xanıma dediyimdir. Aha. İsmi birləşmə, sadə, düzəltmə, mürəkkəb isimlərdə yiyəlik sona gələcək. Gəldi müəllim. Amma o yiyəliyin qarşısında axı say var. O necə olacaq? O say deyil, o böyük hərflə yazıb. 8-ci Henry demək. 1-ci Mehmet, 5-ci Babək, 9-cu Koroğlu. Nə bilim, bu sultanları zaten sonra deyirlər ki, biz Allah adamıyıq. Özlərini o qədər ego ilə belə 8-ci, 9-cu, 1-ci sözləri verirlər. Yəni bu 8-ci Henry'dir. Yəni bundan qabaq 7 dənə Henry hökmdar oldu. Onu demək istəyir.
Amma mən Tamam, elə yəni bilirəm, bunun onlar adını Rum rəqəmi ilə əslində elə nəsə elə qalıb ki, belə üstücül yəni elə qarşısında verir, Rum rəqəmi normalda belə falan. də verir, heç bir problem yoxdur. Aha, ona Belə görə də biraz var. məni çaşdırdı ki, yelikdən sonra say gəlir. Onu soruşmaq istirdim. Bunlarda ümumiyyətlə Aha. adlarda sultan, şah, kral adlarında həmişə kişinin adını verirlər. Sonra the Aha. article, sonra sıra. Məsələn, Şah İsmayıl necə verərsiniz? Birinci Şah İsmayıl desək. Biz Mhm. qabaqda veririk. Onlar Şah İsmayıl deyir. Sonra the first deyir. Sıra sayını həmişə ad Mhm. bitəndə verirlər. The first, the Mhm. second bitişi olur. Bizdə qabaqda verirlər, onlar da sonra verirlər. Elə Alexander the Great bunda da elə. Mən öz düşüncəmizdən fikirləşmişəm ona görə Olarmış. yəni Nəyə qarışdırmışam. oxşuyur? Filan, məsələn, biz deyirik ki, filan kəs əmi, Cəlil əmi. Onlar deyir əmi Cəlil. Hə, elə deyirlər də, Aha. Uncle Tom. Yəni Hə, yerləri təsvir dəyişir. edirlər Bu elədir. adlarda da bizdə də yerlər dəyişir. Bəzi Mhm. şeylərdə biz teacher, müəllim deyirik, onlar deyir, yox, teacher müəllim. Yəni bəzi şeylərdə biz yer dəyişmə eləyirik onlardan. Ondan qaynaqlı. Çünki flexiya Mən gedir də, onlar dili fərqlidir. aha, başa düşdüm. Bir də mən əvvəl birinci dəfə qoşulanda bu dərsdə olmamışdım. Ona görə bu sualı indi verirəm sizə. Yəni bu dərsə qoşulmamışdım birinci dəfə. Bu siz də Aha. deyirsiniz, orada əslində siz deyirsiniz, mən qəbul eləmirəm bunu. O şeyində, testlərdə, yəni iki tərəfdə Onu qoyur S. orada necə demişəmsə elə götürün. Yəni Hmm, qəbulda elə götürdüklərinə görə siz də elə götürün. yaxşı olsun deməli, amma abituriyentlərdə, yəni bu abituriyent Abituriyentdən mən testində deyən kimi çıxır onsuz. siz deyən Əvvəla, kimidir. əvvəla abituriyentdə qrammatika çox sadə düşür. Dəhşət sadə düşür. İkincisi Mhm. abituriyentdə day siz bundan sonra yelikdə uzun Mhm. cümlə, ay əlinin, bəlinin nəminə elə cümlə görməyəsiniz. Görsəniz də qısa 4 dənəli cümlə görərsiniz, sadə, çox qısa ki, cavabı tez tapsın uşaq. Yəni o test Mhm. toplusunda gördüyünüz uzun 4 dənəli, 5 dənəli var ha. O Aha. şəkildə qəti şəkildə düşən deyil bundan sonra. Aha. Bilmirəm, qəbul testlərinə baxsınız yoxsa. Burada kim abituriyentlə məşğuldursa, Yo, bu iki ilə mən məşğul olmuşam, axıracan, yəni hə, axıra kimi məşğul yəni olmuşam. Ona görə. hamısına aiddir. Uşaqları incitməyin, Mhm. asan testlər işlədin, kiçik testlər işlədin. İndi özünüz bazar günü 9-ların imtahanı olacaq, özünüz görəcəksiniz ki, qrammatika necə sadədir, sadə. Mən uşaq hazırlamıram, özüm hazırlaşmışam. Yəni Hə, miqə hə. hazırlaşmağa görə əvvəlcə Siz oradan özünüzə gəldim. okeydir. Ona görə Problem mənim deyil. ağlımda qalıb ki, yəni biz elə bil ki, o S-i ayrı, yəni cəm götürürüksə, hərəsinə ayrı-ayrılıqda Bəli, S o verirdik. Axırda da ingilisin ismi cəmləyirdik. orijinalıdır, bəli. Düzdür. Əslində Aha. onu kim çıxardı bu ortaya? O vaxt liseylərə zada imtahan olur. Günahına girmək istəmirəm. Kurslar, zatları var idi. Adlarını çəkmək istəmirəm. O cür ideyalar onlardan gəlir. Hele bizim Azərbaycanlılar o qədər uyduruq şeylər çıxarıblar. Nəysə, boş verin. Ondan sonra təlimçilər, zatlar belə gediblər, yəni. Deyəndə də xətirlərinə dəyir. İstərsəmiz beyin onda qalır. Yəni biz onu görmüşük də onda qalır. Sonra gəlib bunu dəyişəndə ucu görən kimi onu səhv İndi keçən belə götürürlər, düzdür, tutalım. Aha. Amma gələcək 2025-də ingilis kimi götürsələr nə edəcək? Onu deyirəm də, yəni çünki Qalsan mən o beləsin. beləni səhv götürürəm də baxan kimi. Çünki Hə. beynimdə o da axı. Ona görə mənə qəribə gəldi. Atıram təzə bir ekspert gələcək ya da baş moderator gələcək. Deyəcək, "Ala bu nədir? Başı da bunu belə götür." Məsələn. Mən Oxford oxumuşam. Məndən nə? Hə. Keçənlə görə hamı gəlib hərəkət edəcək, gələcək tərs olacaq cəmaət neynəsin. Amma mən inanmıram ismə aid test olsun. Bəlkə də ola bilmirəm. Çünki 17 dən qrammatikadır. 5-6 dən mövzu çıxacaq onsuz oradan. Yəqin ismi də çıxararlar. Ola bilər. İsim əslində Xeyirli rahat olsun. mövzudur. Salsalar yaxşı olar. Bəli. Salsalar dəyişən bir şey olmayacaq. Eyni şey olur. Hamı onu yazacaq, siz də yazarsınız. Bal yuxarı qalxacaq. Hamı da qalxacaq. Enəndə hamı da edir. Yəni qeyri-adi bir şey olmur. Bəli, müəllim, onu da düzdürürsünüz. Bəli. Bu qədər müəllim, çox sağ olun. Məşğul. Buyurun, siz sağ olun. Səilə xanım, salam, axşamınız xeyir olsun. Necəsiniz? Buyurun. Salam, axşamınız xeyir. Çox sağ olun. Siz Salam, hər necəsiniz? vaxtınız xeyir. Çox təşəkkür, yaxşı olasınız. Müəllim, ilk dərsimizdir. İnşallah uğurlu olar. Xeyirli uğurlu olsun inşallah. Davamlı olsun demirəm. İmtahana qədər davamlı olsun. Ondan Elə bu sonra şəkildə də, bu hesab şəkildə. olmasın.
Hə, inşallah. 44-cü testə baxaq zəhmət olmasa. Baxaq. Hamısını izah eləyim, yoxsa siz izah eləmək istəyirsiniz, yoxsa hansısa variantda problem var, ona baxaq. Orada üçüncü adam adı qarşısında Z artikel olduğuna görə onu birbaşa Hə, çıxdı. üçüncü. Üçüncüdə. Bəli, çünki onu Adam düz adı deyirsən. Əgər qarşısında Z. qarşısında hə, ona yəni aid olmayan determiner varsa bu Bəli. sifət. Yəni diqqətim birinci o çəkdi ki, bu birbaşa Bizdə də çıxır. var, bəli. Trump administrasiyası deyirik. Deməli bu sifət. O Bəli. anlamda. Bəli, bir Sonra də birinci testdə də həftənin günləri off-la ola bilməz. bəli, Bunu da bəli. buradan çəkdik. Mən sadəcə Aha. o ikinci belə deyək də, ikinci cümlə I read Harry Eyni Potter şey. book. O Üçü necə biraz düzəltdirsə özür istəyirəm. Üçü necə düzəldəndən sonra ikidəki alınır. Eyni Aha. şey. yəni Yəni üzr istəyirəm bir adı bu adam adı da olar, kitab adı da olar, qrup adı da olar, ölkə adı da olar, fərqi yox. Bir xüsusi ismi siz sifət kimi işlədirsinizsə, düzdür? Bunu aha. iyilikdə falan verməyəcəksiniz. Ondan sonra bir isim gələr. Məsələn, qara kitab deyə bilirsiniz. Deyə bilirəm. Aha. Dədə Qorqud kitabı da deyərəm. Dədə Qorqud boyları da deyə bilərəm. Amma qabaqda gətirdiyim say, ədəd, artikel, əvəzlik bunlar Dədə Qorquda aid deyil. Aha. Bunlar kitaba aid olacaq. Yəni ismə. Yəni bu da e-bookdur. Harry Potter'da bizdə 7 dənə kitab. Aha. Bu da onlardan birini demək istəyir. Harry Potter book. Yəni demir Harry Potter'ın kitabı. Bu Aha. adı belədir. Kitabın adı. Deyək ki, bu Dədə Qorqud kitabı. Atıram. 5 dənədir, 12 dənə necə boydursa bilmirəm. 12 dənə boydur deyəsən. Hı. 12 Dədə Qorqud boyu. İndi 12 Dədə Qorquda aiddir yoxsa boya Dədə aid? Qorqud boya aiddir də boy. Herini götürürəm, dədə yazıram. Potter'ı da götürürəm, Qorqud eləyirəm. Buku da boy eləyirəm, eyni də 12 eləyirəm. Bizim dildən necə oldusa, Hı -hı. İngilis dilində də eyni şey. Sadəcə boy sözünü nə eləməliyəm? Təmləndirməli. Dəmləməliyəm. Bizdə Dədə Qorqud söhbəti teması olduğuna görə qulağa xoş gəlir. Amma biz Harry Potter teması eləmədiyimizə görə qulağımıza xoş gəlmir. Harry Potter kitabı nədir ay kişi? Elə qəribə gəlir də adama. Amma əslində düzdür. 3 necə düzdürsə, 2 də o şəkildə, 4 də 4'ü bir dənə düzəldin səhvi, eyni şeyi alasınız. Aha, orada apostrofes olmamalı idi. Bəli, eyni şey. Yenə Alfredin yerinə dədə yazın, Hitchcock'un yerinə Qorqud, EN-in yerinə 12, Movie'nin də yerinə boy. Eyni şey alın. Sadəcə sözlər fərq. Aydın. Dəyişən işlə yox. Bir Nə? də 70. Aha. Burada çətinliyimiz nədir? Burada mən niyə A götürmüşdüm? Niyə A Bilmirəm. götürmüsünüz? Mən sual verim sizə. Niyə Aha. A götürmüsünüz? Müəllim tələbəyə hisslənən kimi. Niyə A götürmüsünüz? Özüm də bilmirəm, amma niyə A götürmüşüm? İsimləşən sifətlərin Aha. yeri. Bəli. Aha. Siz deyin də. Apostrof S ilə düzəlməz. Bəli. Bəli, bildim, tapdım. Eşq olsun. Bu qədər. Tamam. Çox sağ olun. Siz sağ olun. Şəfə xanım, salam. Axşamınız xeyir olsun. Necəsiniz? Axşamınız xeyir mənim. Hər vaxtınız xeyir. Mənim, məndə 36-cı Aha. testdir. 36. İki dənə səhvim var, düzəltmişəm özüm, yəni başa düşdüm sonradan. Amma Aferin. Bu 36 elə indicə müəllimə yoldaşımızla müzakirə elədiyimiz temadır. Siz mənə Bilirəm. izah edə bilərsiniz bir-bir. Əslində mən bilirəm, burada cavab deyildi. Məsələn, bütün variantlar Aha. burada səhv gedir. Orada Aha. məsələn, necə? Deyin, izah edin. Niyə?
Burada siz birinci növbədə onu soruşun. Məsələn, Y variantında Z varsa özünə aid deyil. Orada şey olmur. Bəli, Apostrof, bəli, apostrof olmamalıdır. bəli. D variantı düzdür. Hı hı. C-də də eynən elə, B-də də yenə Bəli. elə The Beatles olmalıdır və yaxud da orada apostrof olmamalıydı. Eynən də A-da. Amma burada Bəli. sual verilir ki positive case. D-də isə positive case yoxdur, sadəcə meaning Ha, var. o səhvən dedim, sorry. O texniki səhvdir. Bunu elə dəyişək, aşağıdakı cümlələrdən hansı düzdür? Bu şəkildə verək, onda lap qəşəng olsun. Mən o də texniki o maraqlıydı. Mən düşündüm ki, yəni burada axı case'in meaningini O, verir. düz deyil. Positive case Bəli, yox. bəli. Hə, Düz deyil. onu soruşurdum, oldu mənim. Aydın oldu. Çox sağ olun. Buyurun, buyurun, siz sağ olun. Aytaç xanım, selamun aleyküm, axşamınız xeyir olsun, necəsiniz? Buyurun. Elə üstünə vurursunuz, yox, sizdə o aşağılarda olur, hə? Səsi aça bilərsiniz, buyurun. Bəli, bəli, açılmışdı, düz eləmişdiniz. Bir daha təkrar eləyək. Salam Aha, müəllim, buyurun. axşamınız xeyir. Salam, hər Texniki vaxtınız səhv xeyir. oldu, düzəldə bilmədim Heç səsi. şey, problem yoxdur. Mən 63-cü testi ümumiyyətlə yazmamışam. Baxaq. Onun üstə çox vaxt sərf elədim sözünüzü, bir 4-5 dəqiqə. Sonra fikirləşdim ki, imtahanda da belə eləsəm elə ondan sonra yazmayım, elə qoydum boş. Sadədir, sadədir. Deməli, bu A variantın sonundakı a friend of mine, yours, his, hers, ours, yours, theirs, Alice, Varis, Pirvalis. Eyni temadır. Dəyişən bir şey yox. Struktur sadəcə belə düzəlir. Anlatabildim nə demək istəyirəm? A friend bəli, of, bəli. a friendin yerinə nədir bu? Epifani, heç bilmirəm nə deməkdir. Mine, yours, his, hers, ours, yours, theirs ya da bir adamı verərik, apostrofesindən göstərir. Eyni şey B-də də var. Yəni qeyri-adi bir şey deyil. Eyni Bilirsiniz, burada şey məni nə çaşdırır Y-də də müəllim? var. Bəli, deyil, deyil. Sondakı apostrof S gəlir, ondan sonra avtomatik beynimdən isim gəlməlidir kimi olur. Biraz məni çaşdırır bu tip testlər. Different Qoy bir mind dənə bir tipli şey testlər. deyim də. Hers nə demək? Onun. Onuncu. Mhm. Her onun demək. Her'dən sonra isim gələr, düzdür? Bəli. Hers isə isim istəmir, düzdür? Aha. Amma sizə desələr ki, bunun isim variantını deyin, hər iki əvəzləyin. Hər ikini biri əvəzli bir determiner, hər nəsə. Hər ikisində isim variantı Jane apostrof S. Yəni apostrof S-dən sonra siz isim verə də bilərsiniz. Əslində, verməyə də bilərsiniz. Verməyəndə mənası ki olur. Məsələn, Jane Aydındır. apostrof S book Jane'in kitabı deməkdirsə, Jane apostrof S Jane'inki deməkdir. Anlatabildim mi? Bizdə elə çıxır. Şimdi mən burada of da var. Bəzən müəllimlər deyir ki, ay müəllim, of var da yiyər. Təzdən bunu niyə apostrof S-lə verir? Əslində bu apostrof S yəni demək istəyir ki, o ismi təkrar eləməmək üçün. Məsələn, that pale blue dot of filan kəsin dotu. Anlatabildim mi? Sadəcə o dot, yəni isim ikinci dəfə işlədilməməsi üçün onu silirik, apostrof S-i sadəcə saxlayır. Ya da bir strukturdur, belə də yadda saxlayasınız. Anlatabildim mi? Oradakı Yəni hər dot iki ikinci halda tərəfdə də əslində olmalı idi, amma onu silib belə çıxır ki. bəli. Məsələn, bu şeylər var, deyir, nənəmgildə, babamgildə, məsələn deyirəm. Orada niyə apostrof S verirlər, saxlayırlar? Əslində house sözü yeyilib. At my uncle apostrof S house. Düzdür? Amma mən onu at my uncle's da deyim. Anlatabildim nə demək? Çünki house-u deməsəm də olur. Eyni şeydir. Problem deyil. Bir dənə CD-ni güya nədir bu, hara getdi? D variantında nə yazır? The cat's paw, heyvanların bədən üzvləri falan filan. O da yiyərlikdə olmalı. Düzdür? Bir dənə C-də güya the man apostrof S nə olmalıydı? Dressing room, amma dediyim kimi də, yəni bu apostrof S güya insan. Bu qaydanı deyirlər qayda kimi. Amma inanın bu qaydadan çox çıxırlar. Yəni ingilislər özləri.
Adventures of Tom Sawyer deyir. Əsərin adıdır. Amma gəlir eyni temanı burada verir deyə bu səhvdir. Belə saçma sapan qaydaları var. Müəllim, indi C-dəki səhv nə oldu tam olaraq? İnsana aid olduğuna görə deyir bunun yiyəliyini apostrof S-lə göstərək. Ofla vermir. The mains apostrof S dressing Dressing room. room. olmalı. Hı -hı. Evet. Yəni qrammatika olduğuna görə bu səhvdir. Dediyim kimi, yəni ədəbiyyatda, zatda çox yerdə ofdan da verirlər. Qabaza çox şey çıxır. Yəni qrammatikada olanda nədir, cansız deyil, insandır. Ona görə biz apostrof S verməliyik. Səhv budur. Belə deyirlər. Sonra Aha, aydındır. Çox sağ olun. Xeyr, başqa yoxdur. buyurun, siz sağ olun. Yoldaşlar var mı başqa sual? Gələn dərsə sınaq atacağım, bir də artikellar. İndi baxacağım, yenə artikel da çətin mövzu deyil. Ya içindən seçəcəm, ya da elə hamısını verəcəm, deyəcəm, yazarsınız. Hə. 36-cı, baxdıq ona heç. Bəli, gələn dəfə sınaq verəcəm. Sınağı da özünüz burada izah edərsiniz. Sınav videosunu atmayacağım. Bəlkə keyfim düşsə çəkərəm, amma çünki mən videonu çəkəndə yenə deyim, dərsi çox adam qoşulmur. Məcbur eləmək lazım, qoşulmaq lazım. Tamam arkadaşlar, sualımız yoxdursa haqqınızı helal eləyirsiniz. İnşallah sınaq daha maraqlı olur. Gələn dərs o zaman görüşərik. Bu video yüklənsin, atacağım. Narahat olmayın. Gecə 1 də olsa, 2 də olsa, 12 də olsa, 11 də olsa atacağım. Tamam mı? Haqqınızı helal eləyirsiniz. Xeyirli gecələr. Gedin, futbola baxın ya da yox, o birinci günlərdir. Birinci gün, ikinci gün danışarıq. Sağ olun, hələlik. Sağ olun.